Hər kəsə salam. Bugün dayımla gedirik onun yaxın dostu olan Tofiq Əliyevin tədbirinə və mənim kombinim necə olubdu onda rəyədə yazarsınız. İndi isə kutkasını evdən atırlar çünki kutkası evdə qalıbmış və yol boyu inarsınız ki, belə çox vaxt gəzdi. Nəysə, biz artıq taksiyə mindik, yollanırıq, gedirik. Burada sizə göstərərəm ki, gimnaziya arenası həqiqətən çox möhtəşəm bir yerdir. Buradakı kadrlardan sizə göstərəcəm. Buralarda mən ilk dəfə olduğuma görə mənim üçün yeni bir təcrübə olmuşdu. Ona görə mənə çox ekstra maraqlı gəlmişdi. İndi bu kadrlardan sizə göstərəcəm ki, baxın, görün, mən nələrə şahid oldum, siz də şahid olun. Burada həm reels çıxardıram, həm story, həm YouTube'a video, həm də özümə video. Nə əziyyət çəkirəm, bir Allah bilir. Artıq arenanın işıqları kapatılır çünki bayraq qaldırılacaq və neçənci yerlər seçiləcəksə onlar göstəriləcək. Burada qayda-qanunları mən bilmədiyimə görə ayağa falan qalxmaq lazım imiş. Nəysə, burada sizə daimi göstərirəm. Baxın nasıl da yakışıqlı yanisi. Nəysə, artıq demək olar ki, arenanın bütün işıqları kapatıldı və biz də ayağa qalxıb burada həm bayrağımızı, həm də ki onları anımsatıyoruz. Artıq nə deməkdir bilmirəm. Dediyim kimi alışıq deyiləm. Burada gözləyirəm ki, Tofiq Əliyev gələcək. Onun videolarını çəkəcəm, şəkillərini çəkəcəm falan. Burada 0-cı mərtəbəyə düşməyə çalışırıq. Hətta burada dayımı da çəkirəm. Yəni qardaşıma o da demişəm ki, qardaşımı çəkirəm, amma düşmür. Yəni çünki çox böyükdür. Buna baxın nə qədər adam var gerçəkdən. Bu qədər adam içərisində gedib mən də video şəkil çəkməliyəm, amma eləyə bilmirəm. Nəysə, burada ailəsi ilə görüşür, eləyir. Bu anları sizə çəkirəm. Burada kanallardan Xəzər və ATV gəlmişdi. Onlar da biraz müsahibə elədilər onları. Mən də bu kadrlardan sizə də götürdüm ki, mən də bu anın ilk dəfə şahid oldum. Nəysə, biz açmışdıq, getdik biraz KFC-də yemək yedik. Stol tapa bilmirdik, getdi sağ olsun ki, stol tapdı. Burada buludlar çəkmişəm. O qədər gözəl görüntüdür ki, həqiqətən dedim, siz də görün. Mən görmüşəm, siz də görün. Nəysə, burada yeməyimi yeyirəm. Həqiqətən çox azmışdıq. Çünki neçə saatdır ki, biz arenadaydık. Təsəvvür edin yəni. Göz haqqınızı halal edin əzizlərim. Deyəcəksiniz ki, orucuq aydı, nəcəb oruc tutmursan. Həqiqətən mən ac qalanda özümü çox pis edirəm, yıxılma, bayılaram olduğuna görə. Bu mənim üçün ziyanlıdır. Ona görə də mən oruc tuta bilmirəm. Burada dodaq kombunu yeniləyirəm və sizə onu danışım ki, biz Gənclik Moldayıq. Dayıma çəkiliş üçün yeni bir şalvar almalıydıq, amma istədiyimiz tapa bilmədik. Keçək digər kadrlara. Təsəvvür edin ki, yol boyu kutkasını və çantasını mənə daşıdıb. Çünki çantasını və kutkasını istədiyi yerə atıb çıxıb gedir. Çox da rahatlıqla gəzir. Sanki bunun kutkasını və çantasını heç kim oğurlamayacaqmış kimi. Baxın, çantasını qoyub bura və rahatlıqla da gedib öz işlərini görəcək. Nəysə, burada artıq seçirik. Bu rəng tonları çox gözəldir. Mən dedim ki, sənə yaraşacaq, mütləq seçməlisən. Ona görə də şu an öz razımını tapmağa çalışır. Qızlar, bu çantaya bayıldım da, yəni çox qəşəng deyilmi sizcə də? Hələ buna baxın, vavdır da yəni. Nəysə, mən hələ də daşıyıram. Əslində qızlar yox, bəylər daşımalıdır. Mən nə əziyyət çəkirəm, görün. Nəysə, istədiyimizi biz tapa bilmədik. Ona görə dedim ki, mən çox yoruldum. Gəl gedək. Nəysə, taksiyə mindik. Buludlara baxın, gör necə də gözəl görünür, düzdürmü? Bu hissə isə həqiqətən mənə tam da Qız Qalasını anımsatdı. Biraz daha fərqli versiyası kimi. Çünki o oxşuyur yəni. Biz gəldik burada Ağ Körpüyə, amma o qədər soyuq idi ki, yəni orada heç cürə çəkiliş edə bilməzdik. Əsəydi belə səhərə artıq xəstəxanada gözümüzü açardıq. Ona görə də biz yol dəyişdik, gedirik Karpaksa. Baxın, artıq soyuqdan kutkasını geyinibdir. Nəysə, biz Karpaksa gedirik. Ən sevdiyim məkanlardan birisidir. Ona görə ora gedən kimi də bir çay içdik. Çünki həqiqətən çox donmuşduq. Əlimizi belə çayla istirik. Çox soyuq idi hava, təəssüf ki, bəxtimizdən artıq nə yapacağız. Amma burada da çox gözəl çəkilişlər olacaq da. Düzdür, hazırlıqlı deyildim məkan üçün, amma nə edək, artıq bir çarə yoxdur. Bir də bunu çox bəyənirəm. Sizə tövsiyə edirəm ki, Karpaksa gələn kimi bu dezertdən yeməlisiniz. Çox, amma çox qəşəngdir. Aşırı dadlı da, yəni belə bir şey yoxdur da, yəni yer üzündə. Nəysə, burada biraz özümdən kadrlar falan göstərəm. Həqiqətən çox donmuşduq. Biraz fasilə verdik, özümüzü dinləndirdik ki, bundan sonra çəkilişlər edəcəyik. Çox çəkilişlər olacaq və təsəvvür edin ki, dayımın ilk çəkiliş olacağına görə o da məndə çox əziyyət çəkdik. Telefonda depolama dolduğuna görə dedim ki, dayımın ikinci telefonuna vloqa davam edeyim. Baxın, görürsünüz, mən sizə hər tərəfi düşürəm, amma videomu bəyənmirsiniz. Qalxdım yuxarı, baxdım maşınlara, gördüm hər biri bir-birindən gözəl. Dedim, burada çox gözəl bir çəkilişlər alınacaq. Mən artıq hazıram.
çalışıram. Gözləyirəm ki, modelim gəlsin, onun çəkilişlərini eləyim. Həqiqətən çox utancaq olduğuna görə məni biraz zorladı, amma nə yapalım. Bir də vlogu çəkmək üçün telefonu görün hara yerləşdirmişəm. Maşının düz təkərinə yerləşdirmişəm ki, mənim videolarım yaxşı çıxsın. Artıq mən vlog videosuna burada başlayıram. Çəkilişlərimi edirəm. Həqiqətən məni çox yordu. Orada onun bir tanışı var idi. Fikri qarışmışdı tanışına. Onunla söhbət edirdi deyənə məni çox gözlətdi. Məni həqiqətən çox gözəldir və dedi ki, gəl biraz qaranlıq bir yerdə çəkiliş eləyək. Mən utanıram, cəmaət mənə baxar, nə bilim. Burada gözləməkdən yorulduğuma görə getdim, çağırdım, gəldim ki, gəl artıq mən sənin çəkilişini eləyim. Burada hazırlaşmışam, videonu başlatmağa falan, bir də görürəm, ay Allah, bu yenə harasa gedir. Burada oje infak keçirirəm ki, bəsdir artıq. Dur səni çəkim. Necə acı çəkmişəm bir baxında. Yəni təzə ilə getdim, dedim ki, bax burada durmalısan, mən səni çəkməliyəm. Artıq mən başlayıram çəkilişi dedim, vəsiyo. Bunun gedişatı yoxdur və başlamışam artıq orada. Bu aşağı hissəyə onu təsəvvür edin ki, zorla gətirmişəm. Bir də telefonum iPhone 14-dür, amma mən iPhone 11 ilə çəkmişəm. Ona görə belə biraz xışıltı bir çəkiliş var. O niyə elədim, mən də bilmirəm artıq onun sorunu. Amma nəysə, mən əsas odur ki, sizə kadr çıxartmağa çalışmışam. Mən burada izah edirəm ki, necə durmalısan, nə etməlisən. Yox elə, üzümə baxır ki, mən bunu etməyəcəm. Ax, çox bəsit bir poz deyirəm. Həqiqətən bunalıma girdim. Mən təsəvvür edin ki, model deyiləm, amma qızlara belə modelliyi, cilvəliyi mən öyrədirəm. Artıq bəylərə belə mən öyrədirəm. Baxın, təzədən izah edirəm, çünki başa düşmür. Artıq keçid digər kadrlara. Baxın, o qədər çəkinir ki, iki maşın arasında yoxa çıxıb da, yəni o boyunla, 2 metrlə girib ora. Yəni həqiqətən məni də yorur. Burada utanılası bir şey yoxdur, çünki heç kim ona baxmır. Zaten orada çox müştəri yox idi, rahatlıq idi, amma nəsə çox utancaq bir olan idi. Çünki ilk dəfə idi belə çəkiliş olurdu ona görə. Başa düşürəm, okey, amma mən çox yoruldum həqiqətən. Nəsə burada göstərəm kadrları. Şükür Allaha, qəzasız bəlasız bu gün də atlatdıq. İndi mən sizə bugünün sabahından salamlarımı ilətirəm. Hər kəsə salam. Bu günlərim düz 6 nəfər modelin çəkilişlərini eləyəcəm. Ona görə bugün bizim üçün çox amma çox yorucu oldu. Həm də əməkdaşım Nuray xanımla bərabər bir çəkilişlər etdik deyənə biraz günüm daha əyləncəli və daha tez keçdi. Buna görə mən çox xoşbəxt idim. O mobilgraferdir, yəni sırf telefondan çəkiliş eləyir. Mən isə videoqrafam, yəni aparatlarla çəkiliş eləyirəm. Və burada modellər bizə həqiqətən zülm eləyir. Çünki istədiyimiz pozu bizə verə bilmədilər. Çünki onlar üçün ilk idi. Düzdür, biz də onları başa düşürük. Onlar da bizə başa düşsünlər ki, bizim vaxtımızdan gedir. Həqiqətən çox yoruluruq. Göz nazar mı desək artıq. Həqiqətən çay tökdüm üstümə. Həm də ağ geyindiyim halda. Həqiqətən moralim çox pis pozulmuşdu. Nəysə, biz çəkilişlərimizi bitirdik. Hər anı deyə bilməmişdim. Çünki çox yorulmuşduq və əsəbləşmişdik. Ona görə də bugünümüz sonlandı. Getdik, yeməyimizi yedik, içdik. Artıq evimizə yollanırıq. Əgər videonu bəyəndinizsə, bəyənib, rəy yazıb və səhifəmə abunə olmağı unutmayın. Sizi çox sevirəm. Gələn vloglarda görüşəndək. Bay bay.